Axşama nə bişirim deyə qara-qara düşünürdüm. Ağlıma sobada kartof və toyuq qızartması düşdü. Bunun için kilo yarımlıq toyuq, 5 ədəd də böyük ölçülü kartof götürdüm. Bunu necə dadlandıraq ki, ağzımız dada gəlsin. Əlbəttə, qəşəng bir sos düzəldirik. 1 yemək qaşığı dolu sarı kök götürürəm. Təxminən 3-4 yemək qaşığı duru yağ, duzunu əlavə edirəm zövqə görə, mayonez əlavə edirəm təxminən 2 yemək qaşığı qədər. İstəsəniz qara istiot da əlavə edə bilərsiniz. Toyuğu yerbəyerdən bıçaqla deşirəm ki, sos içərisinə daha yaxşı yerisin. Sosu həm kartofun, həm toyuğun üzərinə çəkirəm, yaxşı-yaxşı hər tərəfini sosla buluyuram. İçərisinə də bir qədər soğan doğrayıb əlavə edirəm toyuğun içərisinə. Dadı çox gözəl olur onda. Listə düzüb göndəririk sobaya. Əlbəttə nəzarət eləyirik. Vam odda bişiririk. Çox dərəcəsini artırmaq olmaz. Çox gözəl, ləzzətli bir yemək alınır. Həm bişirilməsi çox rahatdır, həm də dadı mükəmməldir. Hər kəsə bişirməyi tövsiyə edirəm. Həqiqətən ləzzətli, həm də vaxtınızı çox aparmayacaq. Əgər videonu bəyəndinizsə, səhifəni izləməyi unutmayın.